Suyun içmə temperaturu 14-16 dərəcə olmalıdır ki, bu cücüyə stres verməsin. Əgər su ya aşağı temperaturda, ya yuxarı temperaturda olduğu halda cücələr stres keçirdir və çəki yığmaqda problem yaranır. Buna görə də broiler təsərrüfatında suya çox diqqət yetirmək lazımdır. Daimi olaraq nəzarətdə saxlamaq lazımdır. Suda bir problem olanda xəstəliklərə yol açır. Bundan əlavə suyun tərkibində xlor və zərərli maddələr olmamalıdır. Təsərrüfatda su boruları təmiz saxlanılmalıdır. Su qablarının sayı quşun sayına uyğun olmalıdır. Suyun tərkibinə toz zərrəcikləri və kənardan başqa zərrəciklər daxil olmağa imkan verilməməlidir.